Söz yaradıcı bölməsinin xırda nüansları var. Onları izah eləmək istəyirəm. Deməli, söz yaradıcılığı, danışaq ki, sözün tərkibindən əvvəlcə. Sözün iki tərkib hissəsi var. Kök, biz indi danışırıq morfemika bölməsindən. Sözün tərkibi dedikdə morfemika nəzərdə tutulur. Sözün iki tərkib hissəsi var. Kök və şəkilçi. Kök sözün ayrılıqda işlənə bilən, müəyyən bir suala cavab verə bilən, müəyyən bir cümlə üzvü olan hissəsinə kök deyilir. Şəkilçi isə ayrılıqda işlənə bilməyən, suala cavab verə bilməyən, cümlə üzvü ola bilməyən hissəsinə deyilir. Kökün işarəsi dilimizdə bu formadadır. Şəkilçilər isə iki yerə bölünür. Bir, leksik şəkilçilər, bir də qrammatik şəkilçilər. Leksik şəkilçilərin işarəsi bu formadadır. Qrammatik şəkilçilərin işarəsi isə bu formadadır. Leksik şəkilçilərə biz deyə bilərik söz düzəldici şəkilçilər. Yəni, sözləri artırılaraq müəyyən yeni mənalı sözlər düzəldirlər. Qrammatik şəkilçilər isə bir sözün müxtəlif formalarıdır. Qrammatik şəkilçilər dilimizdə bəllidir. Cəm şəkilçiləri, ismi aid cəm şəkilçiləri, mənsubiyyət, hal və xəbərlik şəkilçiləri, feillərdə zaman şəkilçiləri, şəkillərin şəkilçisi və şəkillərin şəkilçisi, zaman, feilin şəkilləri, zaman, başqa nə qaldı? İnkarlıq şəkilçisi, təsriflənməyən formaların şəkilçiləri qrammatikdir. Yerdə qalan şəkilçilərimiz ki, hansı ki, mən sizə hər dərs soruşuram, leksik şəkilçilər, bunları da hər zaman bizə lazım olacaq, yəni təkrarlamalısınız. Bunlar belə, şəkilçilər. Şəkilçilərimizin dedik, leksik və qrammatik olaraq qruplara bölünür. Və həmçinin şəkilçilərin yazılış forması var. 3 yazılış forması var. 1 variantlı şəkilçilər, 2 variantlı şəkilçilər və 4 variantlı şəkilçilər. Leksik şəkilçilərin hər 3 forması var. Həm 1 variantda olur, həm 2 variantda olur, həm də 4 variantda olur leksik şəkilçilərin. Qrammatik şəkilçilərin isə yalnız 2 və 4 variantlıları var. 1 variantlısı yoxdur. Həmçinin bir də bir şey deyim. Bir variantlı şəkilçilərin içərisində, variantlı şəkilçilərimiz ümumiyyətlə alınma şəkilçilərdir, bir variantlı şəkilçilərimiz. Amma 2 və 4 variantlı şəkilçilərimiz yalnız milli şəkilçilərdir. Onda belə çıxır ki, leksik şəkilçilərimiz həm millidir, həm alınmadır. Qrammatik şəkilçilərimiz isə yalnız millidirlər, alınmaları yoxdur. Bax, yenə təkrar edirəm. Şəkilçilərin 3 cür yazılış forması var. 1 variantlı, 2 variantlı və 4 variantlı şəkilçilər. Leksik şəkilçilərin hər 3 yazılış forması var. 1 variantlı da ola bilər, 2 variantlı da ola bilər, 4 variantlı da ola bilər. Leksik şəkilçilərin içərisində alınmalar da var, millilərimiz də var. Qrammatiklərin içərisində isə yalnız millilər var. 2 variantlı şəkilçilərin içərisində A, Ə açıq saitindən istifadə olunur. 4 variantlıların içərisində isə I, I, U, Ü qapalı saitlərindən istifadə olunur. Bu belə. Sonra keçirəm. Azərbaycan dilində sözün birinci kökü gəlməlidir, dostlar. Birinci sözün kökü gəlir. Sonra leksik şəkilçi gəlir. Sonra isə qrammatik şəkilçi gəlir. Və sözün başlanğıc forması adlanan hissə var söz təhlilində. Başlanğıc formaya yalnız sözün kökü və leksik şəkilçi daxil ola bilər. Qrammatik şəkilçi istisna hallarda daxil ola bilər. İndi onları deyəcəm mən sizə. Sözün başlanğıc formasına yalnız kök və leksik şəkilçi daxil olur. Əgər sözdə leksik şəkilçi yoxdursa, onda yalnız kök sözün başlanğıc formasına daxil olacaq. Özdə başlanğıc formasının işarəsi bu formadadır. Bax, budur. Başlanğıc formasının işarəsi. Əgər sözdə leksik varsa başlanğıca daxil olur, yoxdursa da yalnız sözün kökünü biz başlanğıc forma kimi götürürük. Məsələn, dənizçilər sözünü götürüm. Dənizçilər. Dəniz sözün köküdür. Çi leksikdir. Lər qrammatikdir. Mən sizdən bunun başlanğıc formasını istəsəm, siz deyəcəksiniz dənizçi sözü sözün başlanğıc formasıdır. Və yaxud da götürüm balıqlar. Balıq sözün köküdür. Lar qrammatik şəkilçidir. Başlanğıc formasını istəyirəm. Deyirsiniz ki, balıq. İndi diqqətli olun, istisna halını deyəcəm. İstisna halı nədir? Deməli, bunu yadınızda saxlayın. Kü, ki, kü, kü. Dakı, dəki. Sız, siz, sus, süz.
və gil şəkilçiləri özündən əvvəl qrammatik şəkilçi tələb eləyən şəkilçilərdir. Və bu zaman başlanğıc formaya qrammatik şəkilçi daxil ola bilər. Başlanğıc formamıza qrammatik şəkilçi daxil ola bilər. Məsələn, evimizdəki. Ev sözün köküdür. Ev sözün köküdür. İmiz mənsubiyyət şəkilçisidir. Dəki leksik şəkilçidir. Və mən bunun başlanğıc formasını istəyəndə siz deyəcəksiniz, evimizdəki sözün başlanğıc formasıdır. Başlanğıc formaya asanlıqla leksik qrammatiki daxil eləyə bildik. Bax, bu istisna haldır, ha. Deməli, köçü, köçü, dakı, dəki, sız, siz, susuz və gil şəkilçiləri istisnadır ki, özündən əvvəl belə deyək də, qrammatik şəkilçi istəyə bilər. Və bu zamanda başlanğıc formaya qrammatik şəkilçi daxil ola bilər. Və yaxud da deyirəm xalamgil. Xala sözün köküdür, mənsubiyyətdir, gildə leksik şəkilçidir. Başlanğıc formasını istəyirəm, xalamgildir. Aydın oldu. Sualınız var, buyurun. Aydındır. Digər uşaqlar, Sənan, Mələk, sualınız varsa verin, gəlsin sualınız. Aydındır. Əla. Sonra danışıram. Başlanğıc formadan danışdım, sonra nədən danışım sizə? Sözün quruluşca növündən gəlin danışaq. Sözün quruluşca 3 növ var. Sadə, düzəltmə və mürəkkəb. Sadə sözlər bir kökdən və yaxud da kök və qrammatik şəkilçidən ibarət ola bilər. Düzəltmə sözlərin tərkibində isə ən azı bir dənə də olsa leksik şəkilçi iştirak etməlidir. Bir dənə də olsa, istəyir 20 dənə qrammatik olsun, amma sözün içərisində bir dənə leksik şəkilçi varsa, o söz düzəltmə söz hesab olunacaq. Mürəkkəb sözlər isə 2 və ya daha artıq sözün birləşməsindən düzəlir. Mürəkkəb sözlər 3 cür formada ola bilər. Yazılış forması, ayrı yazılanlar, bitişik yazılanlar və defisdən yazılanlar. Məsələn, ayrı yazılanlara saylardan nümunə deyə bilərik. 13, bir sıra, bir çox, feillərdən deyə bilərik. Kömək etmək, dost olmaq, oxuya bilmək. Bitişik yazılanlara məsələn, stol üstü, ölkələr arası, belə deyə bilərik. İt burnu, bağa yarpağı. Ayrı yazılanlara isə ayrını dedik. Defislə yazılanı məsələn bir tərəfə ayrılıqda işlənə bilməyən kağız, küğüz, meyvə, əks mənalı sözlərin, yaxın mənalı sözlərin gec, tez, toyuq, cücə, səhər, axşam, bunların isə mürəkkəb sözlərin yaranmasıdır. Sonra bir dənə də bir şey qaldı. Sözönü şəkilçilər. Ən çox sifət bölməsinə aiddir sözönü şəkilçilər. Biz bayaq dedik ki, Azərbaycan dilində qayda bu cürdür. Birinci kök gəlsin, sonra leksik gəlsin, sonra qrammatik şəkilçi gəlsin. Amma istisna hallarda sözönü şəkilçilər var ki, yəni onlar leksik şəkilçidir. Birinci leksik gəlib, sonra kök gələ bilər. Məsələn, nadinc sözündə biz bu sözü təhlil eləyərkən deyirik, na ön şəkilçidir, dinc leksik şəkilçidir. Kökdür. Ondan sonra da gələ bilər normal olaraq nadinclik, dir məsələn. Dinc sözün köküdür, na ön şəkilçidir, leksikdir, lik leksikdir, dırda qrammatik şəkilçi kimi işlənir. Məncə heç nə qalmadı. Bir dənə yadıma salım. Eyni köklü sözlər düşməyəcək. Bu ilin 9 proqramında eyni köklü sözlər yoxdur. Ümumiyyətlə, onun testi olanda yazmayın. Vaxt itkisi itirməyin. Məncə qalmadı. İndi mən sizə bəzi nüanslar deyəcəm. İstəyirsiniz qeyd edin, götürün, istəyirsiniz dərsdən sonra qeyd edərsiniz. Deməli, nələrdir? Mən buradan niyə çıxdım? Elə burada eləyərdim, rahat düşərdim. Uşaqlar, bəzi şəkilçilərimiz var ki, onları 2 cür təhlil eləyə bilərsiniz. Hansılardır? Lan, lən və laş, ləş şəkilçiləri 2 cür təhlil oluna bilər. Birinci formada lan və laş bütöv götürülür. İkinci formada isə lanı ayrı leksik götürürəm, nını ayrı leksik götürürəm və yaxud da lanı ayrı leksik götürürəm, şını ayrı leksik götürürəm. Necə baş verir bu proses? Əgər lalədən sonra maqməq əlavə eləyə bilirsinizsə, yəni maqməq əlavə eləyəndən sonra dilimizdə həmin hissə varsa, deməli lanı ayrı götürürəm, nını və yaxud da şını ayrı götürürəm. Yox, həmin hissə dilimizdə yoxdursa, onda mən onları ayırmıram. Məsələn, adi götürüm salamlaşmaq sözünü. Salamlaşmaq. Salam sözün köküdür.
Salamlamaq